Salam, xoş gördük. Biz bugün sizinlə 1.8.2 versiyasının növbəti video materialını təqdim edirik. Bugünkü video materialımızda biz sizinlə sənədlərin çap forması ilə tanış olacağıq. Yəni, sənədlərin çap edilməsi ilə tanış olacağıq. Yəni, biz bilirik ki, istənilən bir sənədi 1S proqramında işləyəndə, deməli, onun hər bir sənədin öz çap forması olur. Məsələn, gəlin bir alış sənədidir. Gəlin, məsələn, kimdənsə mal alaq. Məsələn, fərz edək ki, satıcıdan mal alırıq. Onunla aramızda müqavilə var. OK düyməsini vururuq. Hər hansı bir mal alaq. Tutaq ki, A malı. Məsələn, fərz edək ki, bu maldan 10 ədəd almışıq. Məsələn, 2 manatdan ədəvətsiz. Və müxaviləşməsinə baxsaq, bizə bunun müxaviləşməsini də verir. Məsələn, fərz edək ki, bunu almışıq ayın 15-i. OK düyməsini varıq. Və bir neçə maldan yenə də bu qaydada alaq. Məsələn, deyək ki, indi almışıq B malı. Başqa bir mal adı yaradaq, B malı. B malını da biz üzrə B şirkətindən mal alırıq. Səhv elədim. Yenə də müqavilə bağlamışıq. Və yenə də hər hansı bir B malı alırıq. Eyni ilə məsəl üçün deyək ki, 20 dənə, məsələn 3 manatdan və ədəvətsiz. Fərz edək ki, bunu da ayın 19 almışıq. Və bir dənə də mal alaq, bunu da ayın 20-si alaq. Bunu almışıq artıq C şirkətindən. C şirkətindən və hər hansı bir C malı. Məsələn, 30 dənəm 5 manatdan və ədəvətsiz. Yəni, hamısını üzr istəyirəm, fikir verirsə, ümumiyyətlə bir şey deyim ki, 1C proqramında belə qırmızı nöqtələr olan işarələr, o demək ki, bu sahə mütləq doldurulmalıdır. Fikir verirsə, mən bu sahəni doldurmadığımdan mənə artıq səhv kimi verdi və ona görə də mənə ona uyğunda müxaviləşməsini göstərmədi. Və bu sənədləri aldıq. Bilirik ki, və ya qeyd etdiyimiz kimi, hər bir sənədin çap forması olur. Məsələn, fikir verirsə, biz hər bir sənədə ayrı-ayrılıqda çap edə bilərik. Və yaxud da mən istəyirəm ki, bütün burada nə ki alış sənədi var, hamısını birdən çapdan çıxartsın. Yəni, ayrı-ayrılıqda biz bunları hər birini çapdan çıxarda bilərik. Amma mən istəyirəm bir dəfəlik hamısını özü çapdan çıxarsın. Nəinki ümumiyyətlə bir sənədi, ümumiyyətlə bütün sənədləri eyni anda çap formasını eyni vaxtda çapdan çıxarmaq olar. Bunun üçün servis menüsündə Grupovaya Obrabotka dokumenti seçirik və əgər bu mal alışıdsa, onda seçirik Postupleniya, Tovar və Uslug seçirik, Vыбрать düyməsini vururuq, seçildi. Və Otabrat menüsündən biz seçirik Pechat dokumentov. Və bu hissədə var ki, yəni pechata verilməmişdən qabaq ona baxmaq istəyirsə, предварительный просмотром, yəni bilirsiniz Word, Excel proqramında olduğu kimi lupa işarəsində çapdan verilməmişdən qabaq onun görünüşü var. Eyni ilə burada da həmin formadır. Bir də var ki, görünüşə baxmadan çapdan vermək. Gəlin görünüşə baxmaqla ilə Open düyməsini vururuq və fikir verirsə, məndə artıq sənədlərin çap formalarını məndə üçünü də açdı eyni anda. Eyni anda fikir verin, 3 sənədin də çap formasını açdı. Sadəcə heç nə fayl və yaxud da Open düyməsini vursaq, əgər printerə qoşulursa kompüterimiz, biz artıq avtomatik 3 sənədi də eyni anda çapdan çıxardacaq. Fikir verilirsə, yəni
nə seçmişiksə hamısını. Və yaxud da ola bilər ki, siz təkcə məsələn pastup malların mədaxilini yox, digər sənədləriniz də varsa, məsələn kassa sənədidir, anbar sənədi, onlar da eyni vaxtda bu sənədlə bərabər çapdan çıxarmaq istəyirsiniz. Sadəcə o həmin sənədin qarşısına işarəni qoyub, yəni burada eyni ilə dediyimiz sənədi, yəni pečat dokumentov seçə bilərsiniz. Yəni eyni anda vaxta qənaət etməklə, yəni bir neçə işi, yəni qısa bir müddətdə siz eyni anda təkrar edə bilərsiniz. Bu bizim sizinlə bir C proqramı 8.2 versiyasına dair növbəti video materialımız idi. Diqqətinizə görə sağ olun. Video materiallarımızı 1S-ə dair səhifəmizdən izləyə bilərsiniz. Sağ olun, gəlin görüşlərə dək.